İndi danış görək bəyə xanım çörədə üstümə nexol edirdi. Hə, nələr getmişlər sənə? Salam aleyküm. Bu notebookumun bazım sağlam. Əleyk salam Ümid. Xoş gəlmişsən. Ümid hardan gəlsən bizə? Yasamaldan ha? Yasamalda yaşayırsan. Notebook əslində kim alırdı bazısı? Atam. Ata alıb. Atanın adı nədir? Adil. Adil. Sən Adil kişiyə nə demək istəyirsən buradan ataya? Onu çok istiyorum. Sən onu çox istəyirsən, o da 100% sənə çox istəyir. Sənin neçə yaşın var? 10. 10 yaşın var. Neçənci sinifdə oxuyursan? 5-ci sinif. Düzün deyim, dərslərini yaxşı oxuyursan, yoxsa Yaxşı oxuyur. yaxşı oxuyursan? İndi bu bazıya alındı bu notebook. Özü qəşəng notebook. Bilirsən də oyunçu üçün notebookdur, gaming notebookdur. Sən də yəqin bundan istifadə edəcəksən. Sənin ən böyük arzun nədir? Mənim ən böyük arzum planşetdir. Planşet? Hə. iPad? Fərqi yox. Amma bu planşetdən daha yaxşı işləyir. Amma planşetdir. Planşetdə nə edirsən? Məsələn, planşet alındı sənə. Nə iş görürsən orada? Orada dərslərimi eləyəcəm, sonra baxacam. Bəs oyun? Oyun da oynayacam arada. Oyun da oynayırsan. Onda biz ikimiz də papaya təşəkkür eləyək. Çünki papa işləyir, əziyyət çəkir. Sizin üçün belə qəşəng notebook aldı, gaming notebook. Parametrlərini aşağıdan yazarıq, danışmayaq. 40-50 video kartadır, qısa deyək, yaxşı. i5 13-cü nəsildir. 24 RAM-dır, 512-də SSD-dir. Əslində bu oyun üçün də bəsdir. Sənin o dərsliklərin üçün də bəsdir. Sənə də ki, arzu edirəm ki, planşet sənə qismət olsun. Papaya çoxlu sağ ol deyirsən. Sonra onun sözünə qulaq assan. Onun dediyi kimi yaşayırsan, böyüyürsən və bir də gördün sənin çoxlu pulun oldu, sən də bir dənə papaya bir dənə qəşəng bir dənə hədiyyə aldın. Öpürəm səni. Məndə.